yığışıb söhbətə başladılar. Hər biri özünü ən dəhərli hesab edirdi. Beyim başladı. Mən deyiləm. Mən olmasam heç biriniz heç nə edə bilməzsiniz. Mən ağıllıyam, mən düşünə bilirəm, qərar verə bilirəm və bədənləri idarə edirəm. Ürək söhbətə başladı. Yox, mən olmasam sənin əmrlərin nəyə lazım? Mən qanı pompalayıram, bədəni yaşadıram. Mən dayananda hamınız dayanırsınız. Söhbətə ağcıya da qoşuldu. Elə də arxayın danışma. Ey ürək, biz olmasaq sənə qan, oksigen hardan daşıyacaq? Biz nəfəs veririk, təmiz hava gətiririk, biz hamıdan üstünük. Ağciyarı eşitdikdən sonra o da söhbətə başladı. Siz yeyirsiniz, içirsiniz, amma biz təmizlənməsək, bədənimizi zəhər bürüyər. Biz qanla süzgəcə yeyirik. Bizsiz heç kim 2 günə də qala bilməz. Mədə də söhbətə başladı. Siz nəfəs alın, qan dövranı edin. Amma yemək olmasa nə yeyərsiniz? Mən yeməkləri parçalayır, bədəni gücləndirirəm. Mən olmasam, hamınız acımdan ölərsiniz, bildiniz? Söhbətə əllər də qoşuldu. Hamınızı biz qoruyuruq. Biz işləyirik, biz yaradırıq. Biz olmasaq, siz nə edəcəksiniz? Qulaqlar söhbəti eşidib, onlar da qoşuldular. Biz musiqi və quşların səsini eşidirik. Biz olmasaq, siz insanlar heç də dinləyə bilməzsiniz. Çox da özünüzü öyməyin. Gözlər orqanı görüb söhbətə başladı. Biz dünyanı görürük. Biz olmasaq, siz işıqlı dünyanı necə görərsiniz? Biz həyata rəng qatıb yol göstəririk. Ayaqlar da sözsüz qalmadı. Biz ayaqlar olmasaq, siz gəzə bilmərsiniz, qaça bilmərsiniz, oynaya bilmərsiniz. Özünüzü çox da övməyin. Biz olmasaq, siz gəzə bilmərsiniz. Nəhayət dil dözə bilməyib, söhbətə son qoydu. Amma görürsünüz, hamınız vacibsiniz. Amma bir-birinizə dəstək olmayanda, birlikdə olmayanda heç biriniz tam güclü deyilsiniz. Ağciyər nəfəs verir, mədə qidanı həzm edir, ürək döyünür. Hamınız bir işi görürsünüz. Birlikdə olmalısınız ki, hamınız bərabər güclü olasınız. Amma indi siz belə dalaşsanız, heç vaxt güclü ola bilməzsiniz. İndi biz hamımız birlikdə bir insanıq.